Herkese salam. Bugün sizinle Kodera kitabından dövr operatorlarına nəzər yetiririk və baxacağımız suallar 1-20 parçasında tək nömrələrdir. Tək nömrələr. Çox gözəl. Baxaq. İlk öncə birinci sualımıza nəzər yetirək. Deyirik ki, dövrün gövdəsi neçə dəfə icra olunacaq? Okay. Biz nə edirik? Deyirik ki, birinci 1 vurulsun 5 kiçikdirmi 8-dən. Hə deyəcəyik. A bərabərdir. A-nın ilkin dəyəri 5-dir. Üzərinə 2 gəlirik, edir 7. B-nin ilkin dəyəri 1-dir. 2-yə vururuq, edir 2. A-nın və B-nin ilkin dəyəri aktuallıqlarını itirdilər. Yeni dəyərlər aldılar. Hələ ki, dövrümüzün gövdəsi isə budur. Biz buranın neçə dəfə icra olunduğunu tapmalıyıq. Okay. 2. 7 vurulsun 2 kiçikdirmi 8-dən? Yox. Всё, bu dövr haçan bitir? A vurulsun B böyük bərabər 8 olunluğa bitir. Deməli, dövrün gövdəsi neçə dəfə icra olunub? Bir dəfə. Düzgün cavab A variantı. Keçək növbəti suala. Üçüncü tapşırığımız nədir? Deyir ki, proqramın nəticəsini müəyyən edin. Gəlirəm, baxıram ki, D-nin ilkin dəyəri 5, K-nın ilkin dəyəri, D-nin ilkin dəyəri 1, K-nın ilkin dəyəri 5-dir. Deyirik ki, 1 kiçikdirmi 3-dən? Hə. Hə deyiriksə, K bərabərdir 5 plus 3 edəcək 8, D bərabərdir 1 plus 1 edəcək 2. Okay. 2 kiçikdirmi 3-dən? Hə. K bərabərdir 8 plus 3 edəcək 11. D bərabərdir 2 plus 1 edəcək 3. Deməli, 3 kiçikdirmi 3-dən? Yox. Bu dövrün gövdəsi haçan bitir? D böyükdür, bərabərdir 3 olduğunda. Çox gözəl. Bizdə də nə olub? Artıq burada 3-ün bərabərliyi ödəndiyi üçün dövr bitir. Bizdən nə istəyir? Nəticəni müəyyən elə istəyir. K və D-ni istəyir. K-nın ən son dəyəri 11, D-nin ən son dəyəri 3. Dövrün gövdəsi isə 2 dəfə icra olunmuşdur. Keçək növbəti suala. Bizdə X-in nəticəsini istəyir. Əla. 0 kiçikdirmi 3-dən? Hə. Hə deyirəmsə X-im olur 4, İm olur 1. Daha sonra 1 kiçikdirmi 4-dən? Hə. X-im olur 5, İm olur 2. Daha sonra 2 kiçikdirmi 4-dən? Hə. X-im olur 6. Bizim 3, 4 nə idi? Sorry. Hə, 3. X-im olur 6. İ bərabərdir 3. 3 kiçikdirmi 3-dən? Yox. Artıq bizim ən son dəyərimiz nədir? 6. Düzgün cavab B variantı olmuş olacaq. 4 hardan gəldi özüm də bilmədim. Aha, gələk bu suala. Baxın, 7-ci sualla 5-ci sualın fərqi nədir? Bu print while ilə paralel işləyir və bu dövr haçan bitsə print o vaxt çapa gedəcək. Bu print isə while-ın içərisindədir. Birlikdə çalışırlar. Bu əməliyyatı icra olunduqdan sonra mütləq şəkildə bu çapa gedəcək. İ böyükdür, bərabərdir 3 olanda dövr bitir. 0 kiçikdirmi 3-dən? Hə, İ bərabərdir 1 olur. 1 çapa gedir. Daha sonra 1 kiçikdirmi 3-dən? Hə, İ bərabərdir 2. 2 çapa gedir. 2 kiçikdirmi 3-dən? Hə, İ bərabər olur 3. 3 çapa gedir. 3 kiçikdirmi 3-dən? Yox. Yox. Deməli, bizdə 1, 2, 3 çapa gedir. Lakin burada B variantı düzgün olacaq. Məsələ nədir? Burada yəqin ki, kitabı çapa verərkən yan-yana dayansınlar deyə belə veriblər. Problem deyil. Əsas odur biz bilək ki, bunlar alt-alta çapa gedəcəklər. Yan-yana haçan çapa gedəcəklər? Əgər burada vergül, end bərabərdir, məsələn, dırnaqda ya boşluq olsa, yaxud da bir-birinə yapışmağını istəyirsənsə, belə bir dırnaq olmuş olacaq. Bu belə. Keçək 9-cu suala. 9-cu sualda diqqət eləməli olduğumuz məqamlar nələrdir? Bizdən təyinat istəyir. Elə baxan kimi, bunu ədəd qoymadan da sırazu tapmaq olur. Burada heç ədəd cəmi hesablayırmı? Ona görə A variantı gedər. Kvadrat ola bilər, hələ ki saxlayıram. Rəqəmləri cəmi harda var burada? Heç rəqəmləri cəmi parçalanma yoxdur ki, olsun. C gedər.
Bu qalır və kvadratlar heç burada cəm yoxdur. Sadəcə iterasiyada i-ni artırır. Y gedər. Mənim B və D variantlarım əlimdə qaldı. Lakin mən D variantımda səhvdir. Düzdür, kvadratlarını çap edir. Çünki i vur idi. Ədədi özünə, yəni bir ədədi hasilini də öz-özünə vurur. Kvadratdır, okey. Məsəl üçün 2 vur 2 çap olur. Sonra 3 vur 3 çap olur. Okey. Burada hər şey düzgündür. Prosta məsələnin əvvəli səhvdir. Niyə? Çünki bax, səndə bu i böyükdür 10-da bitir. Yəni bu o deməkdir ki, bura 10 da daxildir. 1-dən 10-a qədər 10 daxil olmaqla ədədlərin kvadratlarını çap edir. Bunu siz tək-tək icra edərək də görə bilərsiniz. Keçək 11-ci suala. Aha, çox gözəl. Baxın, burada da end var. Bu dövr haçan bitəcək? Bu dövr i sıfırdan kiçik olduğu halda bitəcək. Deməli, 3 böyükdür, bərabərdir 0-dan? Hə, olacaq. Deməli, baxın, 3 çapa gedəcək. Bir vahid azaltsam 2 olacaq. Deyirsən, 2 böyükdür, bərabərdir 0-dan? Hə. 2 çapa gedir. i olur 1. 1 böyükdür, bərabərdir 0-dan? Hə. 1 çapa gedir, i olur 0. 0 böyükdür, bərabərdir 0-dan? Hə. 0 çapa gedir, i olur -1. Artıq -1 böyükdür, bərabərdir 0-dan? Yox. Bizdə 3, 2, 1, 0 yan-yana çapa getmiş olacaq. Düzgün cavab C variantı. Baxın, burada 0, 1, 2, 3 də var. Biz prosta nə edirik? 3-dən başlayıb axıra qədər gedirik deyə bizim düzgün cavabımız C variantı olmuş olacaq. Keçək 13-cü suala. 13-cü sualda da həm burada dövr operatoru verib, burada isə şərt verib. Okey. Biz nə edirik? Deyirik ki, A-nın ilkin dəyər 45-dir. 45 kiçikdirmi 60-dan? Hə olacaq. A olur 50. B olur nə? 59. Sonra 50 kiçikdirmi 59-dan? Çox gözəl. A olur 60. B, bir dəqiqə üzr istəyirəm, 55, 60 nə idi? A-nın üstündən 5 gəlsən də. A olur 55, B olur 58. Daha sonra 55 kiçikdirmi 58-dən? Bəli. A olur 60, B olur 57. Gəlirik, yoxlayırıq. 60 kiçikdirmi 57-dən? Yox. Yox dediyimdə artıq bunlar yeni qiymətlərdir. Bizim A-mızın yeni qiyməti 60-dır, B-mizin yeni qiyməti 57-dir. Dövrümüz bitdi. Dövr bitdikdən sonra gəlib bu ifə baxırıq. Deyirik, 60 böyükdürmü 57-dən? Hə. Hə dediyi üçün bunun üzərindən xətt çəkirəm. 60 və 57-nin cəmini çapa verirəm. Bu da 117. Düzgün cavab C variantı. Keçək 15-ci suala. Baxın, burada fikir verin. Mən ümumiyyətcə nəsə cəmləmə prosesi var, görürsünüz. Burada cəmləmə prosesi var, cəm çapa gedib. Mən ümumiyyətcə rəqəmlərini yox, nəsə cəmi çapa verəcəm. Saymır, nəsə toplayır, bir yerə toplayır, saymır. Saymış olsaydı S bərabərdir, S plus 1 olardı. Tərsini çap edir. Hələ ki, bilmirəm, cüt rəqəmlərin cəmini çap edir. Burada heç şərt verməyib. I mod 2 məsəl üçün ya da K mod 2 bərabərdir 0 şərt verməyib. Bu da getdi. Əlimdə qaldı A və D variantları. Ya cəmini çap edəcək, ya da tərsini çap edəcək. Bunu tapa bilmək üçün bir ədəd verəcəm. Məsələn, 321 ədədi. 321 böyükdürmü 0-dan? Bəli. K bərabərdir A mod 10. Yəni, K 1-ə bərabər olmuş olacaq. A da 32-yə bərabər olmuş olacaq. S də bərabərdir 1. Hələ ki. Sonra 32, burada 321 böyükdürmü 0-dan. Burada 32 böyükdürmü 0-dan. K bərabər olacaq 2. A bərabər olacaq 3. S bərabərdir 1 plus 2. Sonra 3 böyükdürmü 0-dan? Hə. K olur 3. A olur 0. S də bərabərdir 1 plus 2 plus 3. 0 böyükdürmü 0-dan? Yox. Dövr bitir və bizdə daxil edilmiş, verilmiş natural ədədin, ya klaviaturadan daxil edilən natural ədədin rəqəmlərin cəmini hesablayır. Bu haçan tərsinə çevrilərdi. Ümid edirəm ki, qarşımıza elə bir məsələ çıxacaq. Bizdə tərsinə çevrilməsi üçün K plus S olmalıydı. Və burada təbii ki, K vurulsun 10 plus S ola bilərdi. Yəni, məsələyə görə dəyişəcək. Sonra keçək 17-ci suala. Aha, nə istəyir bizdən? Maraqlıdır. Bu deyir, böyükdürmü 0-dan? Hə deyirsən. S-i vurursan 10-a, eləyir 0. A mod 1000. Bax, 3 dənə 0 at, 345 eləyir. Hələ ki, mənim S-im 345-dir.
345'də. Daha sonra bölürsən ona 234 eləyir. 230, üzr istəyirəm, səhv yazdım. S bölünsündür bu. Səhv eləməmişəm, S bölünsündür. 34 eləyir. Bu da eləyir. A-nın ən son dəyəri nə idi? 2345 bölürsən ona 234 eləyir. Çox gözəl. Keçirik buna. A 234 böyükdürmü sıfırdan? Bəli. S bərabərdir. 34 vurulsun 10. 340 plus. Fikir verin. A-nın son dəyəri 234 idi. 234 ilə buna böləndə 234-ün öz eləyir. Bu da eləyir 4, 7, 5, 574. S olur 57, A olur 23. Çox gözəl. 23 böyükdürmü sıfırdan? Bəli. S bərabərdir 570 plus 23. Bu da eləyir 593. Aha. Deməli, S bərabər olur 59. A da bərabər olur. Ən son qiyməti 23 idi. 2. Sonra 2 böyükdürmü sıfırdan? Bəli. Gəlirsən 590. S bərabərdir 59 vurulsun 10. 590 plus 2. Bu deyir 592. Daha sonra gəlirsən S bərabərdir 592 bölürsən ona 59. A da bərabərdir 2-ni bölürsən ona eləyir 0. 0 böyükdürmü sıfırdan? Xeyr. Bizdə ən son nəyi istəyir? S-i istəyir. S də bizdən nədir? 59. Düzgün cavab 59 etmiş olur. Düzgün cavab A variantı. Keçək növbəti suala. 19-cu suala. Aha, diqqət etməli olduğumuz məqamlar var burada. Gəlin bunu bir dənə ağ vərəqə atım. Aha. Bir dəqiqə. Deməli, nə edirik? Deyirik ki, 30 böyükdür, bərabərdirmi sıfırdan? Hə deyirik. Okey, 30 özü çapa gedir. Təbii ki, end ona birləşdirəcək özündən sonranı. Bax, burada mən yazacağım özündən sonraya. 30-dan onu çıxırsan edir 20. Çox gözəl. 20 böyükdür, bərabərdirmi sıfırdan? Hə. 20 çapa gedir 30-un yanına. A olur 10. Aha. 10 böyükdür, bərabərdirmi sıfırdan? Hə. A olur, A çapa gedir. Buraya yazıram 10. A olur 0. 0 böyükdür, bərabərdirmi sıfırdan? Hə. 0 çapa gedir. A olur mənfi bir dəqiqə, mənfi 10. Mənfi 10 böyükdür, bərabərdirmi sıfırdan? Yox. Yoxdur deyə üçün fikir verin, burada bir dənə də print A var. Ən sonda icra olunan, dövrdən çıxan kimi icra olunan, orada da mənfi 10 da çapa gediləcək. 30, 20, 10, 0, mənfi 10. Düzgün cavab A variantı. Bir dənə də gəlin 21-ci sual baxaq görək nədir? Elə 21-ci sualda bundandır. Deməli 30 böyükdür. Aha, baxın burada artıq dəyişəcək. 30 ilə cavab çıxa bilməz. Çünki 10 vahid azalıb cavabı çıxardır. 30 böyükdürmü sıfırdan? Bəli. 20 çapa gedir. Yazıram 20-ni. 20 böyükdür, bərabərdirmi sıfırdan? Bəli. 10 çapa gedir. 10 böyükdür, bərabərdirmi sıfırdan? Bəli. 0 çapa gedir. 0 böyükdür, bərabərdirmi sıfıra? Bəli. Mənfi 10 çapa gedir. Daha sonra mənfi 10 böyükdür, bərabərdirmi sıfırdan? Xeyr. Mənfi 10 çapa gedir. Düzgün cavab A variantı olmuş olacaq. Belə, bu günlük bu qədər. Hər birinizə xoş izləmələr. Ümid edirəm hər kəsə tam anlaşıqlı izah olmuş olacaq.